Günaydın Bakı, sabahın xeyir Bakı. Xəzərin incisi Rüzgarlar şəhəri Bakıdan hər kəsə günaydın. Bugün 26 Haziran Azərbaycan Silahlı Qüvvələr günüdür. Xalqımızın bu önəmli gününü ürəkdən təbrik edir, vətən üçün xidmət edən bütün ordumuza hörmətlərimizi iletirik. Stratejinin ağlın və gücün önəmli olduğunu bir kəz daha anladığımız bu anlamlı gündə studiyamızda strateji ustasını misafir edirik. Onun həyat yolculuğu sadəcə Azərbaycan üçün deyil, bütün Türk dünyası qadınları üçün bir ilham kaynağı olan satranç taxtasındakı dehasını toplumsal həyata taşıyan ilk qadın satranç böyük ustamız, Azərbaycan Respublikasının Ailə, Qadın və Çocuk Sorunları Dövlət Komitəsi Başqan Yardımcısı Aynur xanım Sofiyeva. Aynur xanım, xoş gəldiniz. Mühin xanım, çox sağ olun. Mən də Bakının bu gözəl sabahında, bu bizim üçün dəyərli olan əlamətdar bir gündə hər kəsi salamlayıram. Bizim böyük zəfərimizin qəhrəmanlarını ilk olaraq təbrik edirəm və bütün Azərbaycanı təbrik edirəm. Sabahınız xeyir, gününüz uğurlu olsun. Elə hekayəniz satranç oyununa bənzəyir. Gəlin uşaqlığınıza qayıdaq. Sovetlər dövründə satranç sadəcə bir oyun değildi. Demək olar ki, bir milli məsələ idi. Uşaq vaxtı o intizamlı, ciddi satranç məktəbində özünüzü necə tapdınız? Satranç taxtası ilə ilk dəfə qarşılaşdığınız zaman hiss etdiyiniz o böyük dünyanın ağırlığı yoxsa sehri idi? Mən Sovet dövrünün Azərbaycanında doğulmuşam və insanların təbiri ilə desək, ucqar bir rayonda, Qax rayonunda böyümüşəm. Məmməd Sofiyevin ailəsində bugün şahmat üzrə beynəlxalq dərəcəli usta kimi məşhurlaşan Aynur böyüyür. O, yüksək şahmat mükafatları uğrunda mübarizə aparanların ən cavanıdır. Şahmat tacına doğru gedən çətin, uğurlu yolun başlanğıcındadır. Atamın 4 yaşım olanda evə gətirdiyi şahmat bugünkü Aynurun formalaşması üçün yolun təməlini qoydu. Düşünürəm ki, o bir təsadüf deyil idi. Bir valideynin övladının inkişafı üçün etdiyimiş bir addım idi. Çünki şahmat zehnin inkişafının məktəbidir. Şahmatın insana qazandırdığı keyfiyyətlər sonra onun həyat yolunda yardımcısı olur, dəstəyi olur və həyat yoluna saçılan bir şüa olur, işıq olur deyərdim. İlk dəfə satranç taxtası ilə qarşılaşdığınız zaman nələr hiss etdiniz? Mən ilk gündən şahmata vuruldum və öz dünyamı şahmat taxtası üzərində qurdum. Mənim həyatım demək olar ki, şahmata bağlı oldu. 6 yaşımda olanda qardaşım məktəbə getdi, 1-ci sinifə. Mən də çox istədim ki, ondan məktəbdə oxuyum və onunla birlikdə getdim, onun yanında iş partada oturdum. Gəldi müəllim əlimdən tutdu, dedi ki, sənə hələ tezdir. Amma mən o eşqlə ki, orada mən oturmalıyam, gecəmi gündüzümə qatdım. Hətta qardaşım bəzən dərslərini oxuya bilmədikdə gecə işığı yandırmırdım, şam işığında onun dərslərini eləyirdim. Və artıq 2-ci sinifin ilk günündə gəldim, onun yanında o partada oturdum. Çünki ondan əvvəl imtahan verdim və 1-ci sinifin bütün materialını mənimsənmiş bir uşaq olaraq belə bir Təhsil Nazirliyi o dönəmki qərar verdi ki, mən artıq 2-ci sinifdən birbaşa başlaya bilərəm. Bilirsiniz, şahmat çox böyük əmək aparan bir sahədir. Xatırlayıram, 16 yaşımda Azərbaycan üçün və əlbəttə ki, mənim özüm üçün ən böyük qələbəmi qazanmışdım. SSR-nin çempionu olmuşdum. Gecə qatarla gəldim, saat təxminən gecə 1 olardı. Amma səhər məktəbə getməliydim.
qardaşımdan öyrəndim ki, hansı dərslər evə tapşırıq olaraq verilib, həmin dərsləri hazırlayıb getdim, həm dərslərimə cavab verdim, həm də belə deyək, qələbəmin, uğurumun emosiyalarını müəllimlərimlə, dostlarımla paylaşdım. Beləliklə, həm məktəbi qızıl medalla bitirdim, sonra da 2 təhsil aldım, həm jurnalistika, həm hüquq təhsil aldım. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə ona qızıl medal təqdim olunur. Şahmatın mənim qarşıma qoyduğu məqsədlər çox böyük idi. Bu yalnız mənim özümün inkişafımla, mənim özümün əldə eləmək istədiyim uğurlarla bağlı deyil idi. Sovet dövründə şahmat bir siyasi məsələ idi və ona görə də bu intellektual oyunun qələbəsi ölkənin qələbəsi demək idi və həmin ruh məndə də, mənim daxilimdə də var idi. Hər bir oyuna həmin qələbə əzmi ilə gedirdim. Son nəticə olaraq gənclər arasında dünya çempionu oldum. Müsəlman qadınları arasında ilk qadın beynəlxalq grossmeyster adını qazandım. Bu mənə əlbəttə ki, məni həm dünyaya tanıtdı, Azərbaycanla yanaşı və bununla yanaşı üzərimə böyük məsuliyyət qoydu. Amma təəssüflər olsun ki, 90-cı illərdə dünyanın ən güclü 10 şahmatçısı sırasına daxil olsam da, dünya şahmatında artıq öz yerim olsa da, SSR-nin dağıldığı, Azərbaycana hücumların başladığı bir dövr idi. Şahmat biraz diqqətdən kənarda qaldı və mən hiss edəndə ki, artıq o ara verdim və eyni Aynur Sofyeva olaraq davam etdirə bilməyəcəm, şahmatdan uzaqlaşmağa başladım və mən həyatımı artıq həmin şahmatdan aldığım cəsarətlə silahlanaraq siyasətə doğru addım atdım. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Modern Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əlindən mükafat aldığınız o anı bizimlə paylaşa bilərsinizmi? Bir gənc sporcunun ölkəsinin lideri tərəfindən fəxri adlara layiq görülməsi necə bir duyğuydu? Uğurlarımın təsdiqini görmək, yəni mənə elə bir hiss vermirdi. Amma Ulu Öndərlə görüş tamam başqa bir hissiyatdır əlbəttə ki. Elnur Məmmədliyə qızı, beynəlxalq grossmeyster. Hər birimiz bilirik ki, hər bir ölkənin, xalqın, millətin taleyinə bir əsrdən bir belə insanlar, belə dahilər düşür. Onu bilərək, onunla görüşmək əlbəttə ki, çox həyəcanlı idi. Sənin həyatına toxunan, sənin həyatında belə də kimliyini formalaşdıran, qazandığın uğurlarda böyük payı olan insan, insana çox doğma gəlir. Yəni, o dahiliklə yanaşı o doğmalıq hissi də həmişə o görüşlərdə mən hiss eləmişəm. Danışdıqlarınızdan anlayırıq ki, şahmat, yəni satranç sizin üçün sadəcə spor deyil. Azərbaycanın modernləşməsinin metaforasıdır. Bugünkü Azərbaycanı satranç taxtasındakı strategiya ilə necə əlaqələndirirsiniz? Bilirsiniz, şahmatda belədir. Hər oyunu yekunlaşdırırsan, qələbə qazanırsan və bu balaca qələbələr birləşir, böyük bir qələbəyə gətirir. Siz müqayisə deyirsinizsə, şahmatın şah və matı bizim böyük zəfərimizdir. Tariximizə bu zəfəri qızıl hərflərlə yazdıq.
Bugün hər bir sahəmizə gəlin nəzər salaq. Elm olsun, təhsil, mədəniyyətimiz olsun, texnologiyalar olsun. Bugün belə deyək, bizim peyklərimiz, Azərkosmosun peykləri kosmosdadır. Bugün bizim qadınlarımız qeyri-ənənəvi sahələrdə, xüsusən texnologiya sahələrində, mühəndislikdə və digər sahələrdə böyük uğurlar qazanırlar. Bizim idmanımız onsuz da dünyada tanınmış bir məktəb idi. Öz idmançıların nəticələri ilə, uğurları ilə, eyni zamanda Azərbaycanın ev sahibliyi ilə. İqtisadiyyatımız günü-gündən güclənir. Yəni, hər bir sahədə bugün biz bu uğurları görə bilirik. Və bu da əlbəttə ki, bizi sevindirməklə yanaşı qarşımıza böyük bir məsuliyyət qoyur. Bu məsuliyyət ondan ibarətdir ki, bütün bu uğurları biz gələcəyə daşımalıyıq. Bunun üçün birinci növbədə əlbəttə ki, birliyə çox böyük ehtiyac var. Hansı ki, bu birlik, xalqın birliyi bizə zəfəri qazandırdı. Ən vacib amillərdən biri oldu. Bizim üçün bugün ən vacib məsələ cəmiyyətin sağlamlığının təmin olunmasıdır. Bu da ailələrdən gəlir. O, keçmiş, tarixi dəyərlərə söykənən müasir ailələrimiz nə qədər sağlam olarsa, bizim gücümüz də o qədər çox olar. Bütün bu inkişafların fonunda bizim məsuliyyətimiz günbəgün artır və biz nüfuzumuzun dünyada daha da artması üçün, regionda gücümüzün daha da artması üçün öz töhfələrimizi verməyə davam etməliyik. Bu tempin saxlanılması, bu inkişaf tempinin dayanıqlığı və davamlılığının təmin olunması üçün bugündən gələcəyə gedən körpünün təməli çox sağlam qoyulmalıdır. Bu körpü də əlbəttə ki, bizim bugünkü gənc nəslimizdir, bizim uşaqlarımızdır. Salam uşaqlar, necəsiz? Çox sağ olun, yaxşı. Üzürlü hesab eləyin, yerinə gözlə. Əyləşin, əyləşin. Hazırsınızmı? Bəli. Söhbətə, müzakirəyə. İndiki görəviniz Azərbaycan Respublikasının Ailə, Qadın və Çocuq Sorunları Dövlət Komitəsinin başqan yardımcısıdır. Bu görəv həyatınızın ən güclü addımıdırmı? Güclü deməzdim, ən məsuliyyətli addımıdır. Çünki adından da göründüyü kimi bizim komitənin fəaliyyət göstərdiyi istiqamətlər hər bir ölkə üçün, ölkənin inkişafı üçün strateji məsələlərdir. Yəni, ümumiyyətlə, bütün dünyada belə sayılır, ailə məsələləri milli və strateji məsələ sayılır. Ona görə də ailələrin daha da güclənməsi, onların dəstəklənməsi, yeni imkanların yaradılması, qadınlarımızın cəmiyyətdə rolunun artması, xüsusən idarəçilikdə, qərar qəbul etmədə qadınlarımızın dəstəklənməsi, sahibkarlıq sahəsində qadınlarımıza inam vermək, uşaqların hüquqlarının müdafiəsi, eyni zamanda biz bilirsiniz elə bir səviyyəyə çatmışıq ki, artıq uşaqların yalnız hüquqlarının müdafiəsindən yox, onların iştirakçılığından danışırıq. Bu müasir çağırışların bizə gətirdiyi bir məsələdir ki, bizim istedadlı, savadlı uşaqlarımız, gənclərimiz onlara aid olan proseslərdə birbaşa iştirak edirlər. Siz Uşaq Səhvlər Məclisinin fəaliyyətinə böyük əmək veribsiniz. Və mən sizə sevindirici bir xəbər də verim. Sizin çox gözəl təklifləriniz var idi uşaqların inkişafı ilə bağlı. Həmin təklifləri biz gələn ilin büdcəsinə proqnoz olaraq təqdim eləmişik. Yəni, siz özünüz burada olmasanız da ideyalarınız uşaqların inkişafına öz köməyini göstərəcək. Buyur, İbrahim departamentına. Biz aprel ayından sonra may-iyun aylarında artıq uşaq hüquqları kursunu start verdik. Birinci modulu artıq 2 gün əvvəl start verdik və artıq 102-dən çox uşaq həmin proqramı birinci modulunu bitirib. Uşaqların marağı necədir bu dediyiniz kurslara, layihələrə?
Maraqları var, amma təbii ki, istərdik ki, kursdan sonra da, onlayn kursdan sonra da müsahibəyə çağırıb üz-üzə görüşək ki, təsdiqləyə bilək həqiqətən də biliklərini. Çox gözəl. Yəni görünür işlər qaydasında gedir. Məni əsas maraqlandırır regionlardakı uşaqların fəaliyyəti nə yerdədir? Artıq biz təhsil sektorları ilə də əməkdaşlıq qururuq. Bir çox problemlər artıq həll olub. Əvvəl daha çox problem var idi. Amma artıq həm təhsil, həm icra ilə əməkdaşlıq olanda sanki daha rahat oldu bizə. Heç bir problem yoxdur. Bir də əlavə olaraq hər departament biz bəzən təqdimatlar hazırlayırıq. Hər hansı bir mövzuda göndəririk regionlardakı uşaqlara ki, onlar öz təlimlərində istifadə eləsinlər. Bu məsuliyyətli bir vəzifəni daşımaq əlbəttə ki, çox çətindir, böyük zəhmət tələb edir ki, biz komitə olaraq bütün kollektivimizlə dövlətin yaratdığı imkanları yerlərə çatdırmaq üçün, icra etmək üçün əlimizdən gələni edirik. Yəni biz insanların, xalqın xidmətçisiyik. Bugün şahmatımızın ən gözəl dönəmidir. Siz xoşbəxtsiz ki, bu dönəmdə yaşayırsınız. Gözəl imkanlar yaradılıbdır. Ona görə də sizin hər birinizə bol uğurlar arzulayıram. Eləcə də bugünkü turnirdə. Sən hansını istəyirsən, onu denən, onu eləyim. Yaxşı. Uğurlar sizə. Uğurlar hər birinizə uşaqlar. Start, uşaq. Bəs geriyə dönüb baxdığınızda dəyişdirmək istədiyiniz bir şeylər varmı? Mən balacalıqdan o şahmatın yəqin gətirdiyi keyfiyyətlərdir. Hər bir addımı düşünərək və məni qarşıda nə gözləyir, onu bilərək atmışam. Və ümumiyyətlə mən düşünürəm ki, hər bir insan üçün bu keçərlidir. Keçmişdə dayanmaq yox, gələcəyə istiqamətlənmək lazımdır. Və gələcəyi düşünərəksə, ora addımlayarıqsa, daha yaxşı nəticələr əldə edə bilərik. Amma əlbəttə ki, keçmişdə olan dərslərdən də nəticə çıxarmaq lazımdır. Sizin simanızdakı bu uğur sadəcə Azərbaycanı deyil, eyni zamanda bütün Türk dünyasını ruhlandırır. Bu proqramla ortaq tarixi və irsi paylaşdığımız Türk dünyasındakı bacılarımıza, gənc qadınlara hansı mesajı vermək istəyirsiniz? Orta və Şərqi Asiyadan Qafqaza, Anadoludan Balkanlara, Avrasiya materikində geniş bir ərazidə yaşayan bir xalqıq. Bizi birləşdirən köklərimiz, dilimiz, tariximiz, dəyərlərimizdir. Və bugün əlbəttə ki, bu kökləri siyasi dialoqlarımız, diplomatiya və əlaqələr əvəz edir və bu daha da gücləndirir bizi. Biz bugün dünyada 300 milyonluq bir xalqıq. Öz dəyərlərimizə bağlı, güclü bir xalqıq və bizim üzərimizdə duran bu gücə güc qatmaqdır. Bunun üçün hər birimizin üzərimizə məsuliyyət düşür və xüsusilə də burada qadınların rolu çox böyükdür. Bizim o tariximizdən gələn ailə dəyərlərinin gücünə güc qatan Türk qadınının sevgisidir, ailəsinə bağlılığıdır, əzmidir, zəhmətkeşliyidir və o tomris ruhunu daşıyan Türk qadını öz ailəsinin daha da güclənməsi, öz vətəninin
daha da güclənməsi üçün əlindən gələni eləyir. Təkcə ailəsinə bağlı yox, belə deyək, gələcəyinin də memarı olan bir qadındır, türk qadını. Və bunun üçün mən düşünürəm ki, biz birləşməliyik. Aynur xanım, son olaraq gələcəyə dair arzularınız nələrdir? Bu böyük şahmat, satranç oyununda Azərbaycanın bir sonrakı hamləsi nə olacaq? Mən düşünürəm ki, və hər birimiz belə düşünür ki, tariximizdən, ənənələrimizdən, köklərimizdən gələn gücü gələcəyə daşımalıyıq. Bu yolda əlbəttə ki, gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Ulu Öndər Heydər Əliyevin artıq bugün reallaşdığı gözəl bir arzusu var idi. Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu günəşin istiliyini, bu günəşin şüalarını biz qorumalıyıq və o qalibiyyət ruhumuzu gələcəyə daşımalıyıq. Sən mən istəyirsən mat eləyəsən? Mat? Bura. Mat nədir ki? Mat, şah və mat. Şahmat oyunun elə mənası odur ki, şah və mat oynayasan. Şah və mat. Buyla bura qoy. Mat. Təbrik edirəm səni.